Bu ilin ilk 7 ay ərzində Azərbaycana 807 milyon 429 min dollar dəyərində 41 min 105 ədəd müxtəlif təyinatlı avtomobil ixal olunub. Yenavaz.com-un apardığı hesablamaya görə ixal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 19 min 643 dollar olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana 1 milyard 171 min dollar dəyərində 63 min 401 ədəd avtomobil gətirilib və bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 470 dollar olub. Rəqəmlərdən də göründüyü kimi ötən ilin eyni dövrü ilə müqayisədə ixal olunan avtomobillərin sayı 22.296 ədəd azalıb. Bir ədəd avtomobilin orta gömrük dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% və ya 1995 manat artıb. Məlumat üçün bildirək ki, daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalında da kəskin azalma qeydə alınıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı 2,4 dəfə azalaraq 29.958 ədəddən 12.521 ədədə düşüb.